necə deyirlər, onun üçün əsas yaradıb ki, bunlar o Bəli, qənaətə bəli. O sabunun özünün də bizim özümüzün pulumuz var idi. Sadəcə olaraq bizim pulumuz az idi. Bir 3-4 min civarında belə pul idi. Məbləğ az idi. O pul çatmırdı. O dostlar köməkliyi ilə sağ olsunlar ki, elədilər kömək. Elədilər, əməliyyatı vurduq, başa çıxdıq, gəldik və salam. Ondan sonra da Səbu İrana biz getmişik, ziyarətlərə getmişik. Yəni belə getmişik, o alver eləyib, gedib gətirib, ölkəsinə dolana bilmir. Gedib oradan gətirib, İran malı gətirib. Bu dəqiqə Azərbaycanın yarısının Astara, bütün hamısı İranla dolanır. O deməkdir ki, hamısı dövləti xəyanət eləyir bəyəm. Siz sadəcə olaraq İslamın düşmənisiniz, yəni. Siz İslama zərbə vurmaqdır sizin işiniz. Bildiniz, İslamla ki, düşməndilər bunlar. Bu dəqiqə kim, yəni durur bir dənə kəlmə deyir ki, Allahın adını çəkən hər bir adama üzdə göstərirlər ki, məscid tikirlər, məscidləri bərpa eləyirlər. Amma xeyr, əslində məscidləri sökürlər də, dindarlara çox böyük zərbələr vururlar. Bu dəqiqə bizim 5000-ə yaxın dindarımız zindandadır. Narkotiklə şərlənib. Narkomanlar bayırda gəzir. Narkotik istifadəçiləri bugünkü gün bayırda gəzir, çöldə gəzir. Amma bugün dindar təbəqə zindanda çürüyür. Alimlərimiz zindanda çürüyür ki, haqqı deyən insanlar. Yəni, belə vəziyyətdir. Bəs məhkəmədə nə proses baş verdi Fatimə xanım? Nə baş verdi ki? Məhkəmələrdə hər dəfə gedirdik, haqsızlıq olurdu. Yəni, üzə gəlirdilər, kimisə gətirmək istəyirdilər. Yəni, inanın ki, onun ölümü elə bir sifariş idi ki, başdan ayağa, yəni bu insanın elə bir sübut tapmadılar. Yəni, kimlərisə gətirməyə belə adam tapmadılar. Başqaları üçün adam tuturlar, kimisə gətirirlər. Səbunun üzünə belə adam tutmadılar, gətirmədilər. Partiyanın sədri belə gəldi, dedi ki, bu insandan yoxdur, bu gözəl insandır, vətənpərvər insandır. Onu mən göndərmişəm İrana. Düzdür, mən göndərmişəm, mən partiyadan, maliyyə gəlib, partiyaya gəlib, bizə gəlib, eləyib. Bu insan özü bu sözləri boynuna ala-ala bu insana heç bir şey eləmədilər. Yəni, heç bir söz demədilər. Necə olur ki, Səbu adi bir sürücü işləyib orada. Sədr qalır bir qırağa, sədr onu göndərən, nömrəni verən, bütün bu işləri, tapşırıqları verən sürücü tutulur, sədrə heç nə eləmirlər. Yəni, bax, buradan götürün haqsızlığı. Səbu bəy etiraz elədiyinə görə ürəyə partladı, doğru mu? Bəli, Səbu bəy də elə bil ki, məhkəmələr hər dəfə iş oxuyanda ona 2022-ci ilin aprel ayında ona 17 il iş oxudular. 17 il iş kəsdilər, 17 il. Yəni, bu nə az, nə çox. Təsəvvür elində bu insan dayanan yerdə 17 il işlə. Yenə də onun birisi necə insan idi, o qədər qürurlu insan idi ki, o sınmırdı da. Deyirdi ki, yəni bu yolda ölüm də olsa belə, mən son nəfəsimə qədər çox ona təkliflər olundu ki, bizi ilə əməkdaşlıq elə, bizi ilə səmimi ol. Ki, sən bizim sözümüzə baxsın, biz səni buraxarıq. Hətta mənim özümə belə dedilər ki, çağırdılar, dedilər ki, orada bölmədə, biz onu bir gecəyə belə buraxardıq, o bizə səmimi olmadı. Əgər bu cinayətkardırsa, necə siz onu bir gecəyə buraxardınız? Deməli, sizin burada öz maraqlarınız var. O sizin sözünüzlə oturub durmadı. Bəzilər kimi sındıra bilmədi onu. Sındıra bilmədiniz, istədiniz ki, onu son nəfəsinə qədər orada çürüdəsiz. Ona da Allah izin vermədi. Allah ona özü apardı da. Yəni ki, ən gözəli elə, ən rahatlığı bu idi ki, sizi kimi zalım hakimiyyətin əlində, zalım zindanlarda ki, hansı ki, bu dəqiqə oranın rəisləri nə zülüm eləyirlər məhbuslara, onların əlində qoymadı da, belə bir qürurlu insanı qoymadı. Çünki o, heç kəsin qabağında sınan insan deyildi. Allah onu sındırmadı son nəfəsinə qədər. Allah bir daha rəhmət eləsin. Tamaşaçılardan xahişim ondan ibarətdir ki, efiri bir dəfə bəyənib paylaşsınlar ki, səsimiz və səsiniz daha çox insana çatsın. Fatimə xanım, növbəti sualım bundan ibarətdir ki, bu dindarların şərləmə prosesi gedir. Dindarlar kütləvi surətdə şərlənərək həbs olunur. Amma sanki ictimai etiraz yoxdur. Yəni, həmən ailələr, məsəl üçün, efirlərə çıxmırlar, danışmırlar. Bunun səbəbi nədir? Yəni, efirlərin şərait yaratmaması, imkanın olmaması, yoxsa dindar ailələrinin, yəni inanclı insanların özlərinin istəməməsidir? Yəni, bu nə ilə bağlıdır? Yəni, bu ilə bağlı çox iradlar səslənir ki, məsəl üçün, dindarlar niyə süstü edirlər, niyə etiraz eləmirlər, yəni ailələr danışmır. Bilirsiniz, bizdə biraz insanlar zəifdir bu barədə. Düzdür, bir yerdə vəhdət yoxdur. 5-10 nəfərin çıxmağı ilə da tezliklə susturulur o insanlar. Təhdid eləyirlər, sustururlar.
Dindarların özlərini də aparıb tutulanların hamısını orada boyunlarına o narkotik ittihamını elə qoyublar ki, birinə deyiblər yoldaşıvı bura gətirərik, birinə deyirlər bacıvı, anıvı, yəni övladıvı, nə isə də, yəni hərəsini bir cür qorxu ilə təhdid eləyirlər, qorxudurlar. Ona görə də insanlar danışmaq istəmir. Fikirləşir ki, eybi yox, tutulub da, evin başçısı tutulsa da uşaqlarıma için olmasın. Bir yana baxanda onlar da qınanılası deyil, amma bu nə qədər belə davam eləyə bilər, nə qədər? Yəni vəhdət olmalıdır, birlik olmalıdır. Yoxdur. Bizim o vaxt bizdə də, yəni Səbuhi özü 49 gün aclıq elədi, dindar təbəqə qorxdu. Amma halbuki bu günləri qorxmaq yox, bugün onsuz da hamısını həbs elədilər. Onsuz da elədilər. Yəni amma çıxıb danışmağa qorxurdular ki, çıxarıq biz də tutarlar. Çünki heç kəs deyə bilmir, haqqı deyə bilmir. Uşaq pulu istəyən bir insanı 10 il iş veriblər. Uşaq pulu tələb eləyib bir insan. Çıxıb deyir ki, mənim uşaqlarım var, mən uşaq pulu istəyirəm. Həmin insana 10 il iş veriblər. Yəni siz burada görün ki, bu nə dərəcədə, bu vəziyyət nə dərəcədədir bu ölkədə. Bəli. Yəni ölümünü belə təsəvvür edin ki, ölümünü biz bayırda bizi buraxmadılar məhkəməyə, apellyasiya məhkəməsinə. Biz bayırda gözləyirik. Bu insan orada ürəyi dayanıb, yenə də o insanlar bizi içəri buraxmayıblar. Bizdən xəbərsiz. Bu hadisə baş verib saat 1-də. Onlar bizə xəbər veriblər saat 5-6 arası. Ki, gəlin meyidi aparın. Təsəvvür edirsiniz. Yarıblar onu. Bizə nə deməmiş, eləməmiş. Hətta onun cəsədini belə vermək istəmirdilər bizə. Deyirdilər ki, aparmayın, elə buradan aparın. Yəni, ölüsündən belə qorxurdular. Təsəvvür edin ki, 40 gün onun qəbrində belə adam dayandı. Mühafizə dayandı. Qapımızı belə bağladılar. Fatimə xanım, onun səbəbi nə idi? Mənim yadıma gəlir, o ara sıra qabağıma çıxırdı. Yəni, o ziyarətə insanların buraxılmaması, yəni postun qurulması, o nə ilə bağlıdır ki? Yəni, ziyarətə insanların buraxılmaması bir sürü nə idi? Kimsə gedirdi oraya ziyarətə. Bilirsiniz nədir? Bir insanı ki, bunlar istəyərlərdir, o ətir şüşəsini sındırarsan, ətri dağılsın. Əksinə ətir şüşəsini sındırmaqla ətrini yaydılar. Bilirsiniz, Səbuhi bir növ haqqın carçısı oldu. Yəni ki, həqiqətən də Səbuhinin onlar başqa cür tanıtdırmaq istəyirdilər. Amma o Səbuhi başqa cür tanındı. Bütün ölkələrdən indiyə qədər hər gün evə yəni gedənlər, gələnlər, ziyarətə gedənlər, istəyir Türkiyədən belə, başqa ölkələrdən, Moskvadan belə. Yəni onun üçün hər yerdə məclislər verildi. Yəni 3 mərasimi verildi. Bunlar narahat oldular ki, 3 mərasimi verildi. Bu boyda ölkələrdə hər bir yerdə. Mənim özümə şəxsən dedilər, gəldilər, qapıda dayanmışlar. Bizim damımızda belə avtomatla dayanmışlar. Təsəvvür edin. Bir insan dünyadan gedib, evinə adam gəlir, damlarda avtomatla dayanıblar. Qonşular qoymurlar qapıdan bayıra çıxmağa. Yəni soruşanda ki, siz nə istəyirsiniz? Da bu öldü də, bu insan əl çəkində. Deyirlər, yox, qorxuruq ki, nəsə çevriliş ola bilər. Çünki çox adam dəstək verib buna. Yəni gülünc vəziyyətdir ki, sizin əlinizdən milçək belə, siz belə acizsiniz ki, qorxursunuz. Görün siz nə boyda günahın sahibisiniz ki, bilirsiniz günahınızın böyüklüyünü ki, qorxursunuz hər addımdan. Dedilər, o qədər insan olub ki, ona görə biz bu izdihamdan qorxuruq. Nəsə ola bilər, ona görə deyiblər bizə ki, biz tapşırıq veriblər bizə, biz də gəlib dayanmışıq da burada. Yəni nə qapıda dayandılar, cümə axşamı, belə günlər dayanırdılar, yəni mühafizə dayanırdı burada qapıda. Qoymurdular gedib gələni. 40-cı gündən sonra dağılışdı. Bəli, 40-cı gündən sonra, 40 gündən sonra sakitləşdi vəziyyət. Yenə də üstündən bir il keçdi, il mərasimində yenə dayanmışlar. Qəbr üstə də, burada da, yəni evdə, qapıda. Nə çəkiliş qoyurdular, nə jurnalistləri qoyurdular yaxına, heç nə də, heç nə. Yəni heç bir insan çörəyi belə alıb gətirə bilmirdi. Qardaşlarını belə qapıdan qoymurdular evə girməyə. Yəni blokada vəziyyətini almalı. Blokada şəklində. Elə bil, bəli, elə bil ki, böyük bir cinayətkarın blokada şəklində qapısında dayanırdılar, belə bir şey. Çox maraqlıdır ki, Azərbaycanda belə bir tendensiya yaranıb ki, hakimiyyət kimi həbs edirsə, artıq həmən insanlar istər-istəməz xalqın sevimlisinə çevrilir, qəhrəmanına çevrilir. Çünki xalq görür ki, bunlar kimləri hansı maddələrlə necə ittiham edir. Bəli. Bilirsiniz, Səbuhiyə deyirlər ki, sən bizim düşmənlərimizlə dost olmusan. Səbuhi, yəni tutulan inancıların evlərinə gedirdi, ayda yardımlar aparırdı, gedirdi. Yəni onları getməyə başa yəni axtarmaq, bunlar üçün onu elə sayırdı ki, düşmənlərimizə gedib yardım edirsən sən. Yəni bilirsiniz ki, Hacı Talib Bağırzadə, Hacı Abgül, Hacı Möhsüm, yəni Səbuhinin hər bir məclisdə, hər bir yerdə dilindən düşmürdü bu insanlar.
Hər məclisdə onları yada salmağı özünə borc bilirdi, haqq bilirdi ki, mən bu insanları yada salmalıyam. Bunlar axı zalımlar tərəfindən əziyyətdədirsə, mən bu insan necə insanam, mən bugün necə yata bilərəm rahat ki, o qədər vicdanlı insan idi ki, mən nə qədər evimdə necə yata bilərəm rahat ki, mən bugün əgər Hacı mövsümü yada salmıramsa, yəni ən azından süfrədə oturanda mən ona bir dua eləmirəmsə, onun qapısına getmirəmsə, yəni hər ay bu qapılara gedirdi, axtarırdı onları, başa çıxırdı. Bunlar ona görə narahat idilər ki, sən niyə bizim düşmənlərimizin qapısına gedirsən? Və onlar kimi yüzlərlə insanın, tutulanların qapısına gedirdi, axtarırdı. Yəni bütün bunlar elə burada bir qəbahət yox. Onlarla vahim şəhid ailələrinə də baş çəkirdi, şəhid ailələrinə də gedirdi. Yəni kimsəsizlərə, ehtiyaclı ailələrə gedirdi, tək məhbuslar deyildi. Yəni var idi belə də. Bu başlıca olaraq məhbusları özünə borc bilirdi ki, məhbusların qapısında olmalıyam mən. Bugünkü gün onlar da hardadırsa, mən onların yanında olmalıyam. Bax, bütün bunlar onun başına mı tənə vuruldu hamısı. Ki, sən onlarla bizim düşmənlərimizlə dost olmusan. Fatimə xanım, yəqin ki, tanıdığınız digər də məhbus ailələri var. Onların vəziyyəti, dolanışığı, ailə durumları nə yerdədir? Yəni, necə olacaq? Təsəvvür edin ki, bir ailədə 3 uşaq kirayədə yaşayır, 3 uşağı var, 2 uşağı var və 5 uşağı olan var belə. Bugün zindana getmək, bilirsiniz ki, elə ayda, həftədə getmək, onu başa çıxmaq, ən azından ayda 2 dəfə gedilir. Onu da hər dəfə gedir, ən az pul nə qədər sıxsa özünü 250 manat, 300 manat pul xərclənməlidir, məbləğ lazımdır. Yəni, bu da yoxdur, hardan olsun? Kirayədə olan bir insan, başsız ailə necə bunu eləyə bilər? Yəni, vəziyyət elədir ki, yardım eləyənləri də tutdular. Yəni, kimlər ki, o ailələrə yardım edirdi, öz boğazından kəsirdi, öz bütçəsindən yardım edirdi, dostlardan yığırdı, oradan, buradan köməkli eləyirdi, onları da götürdülər aradan. Yəni, onları da narkotik damı ilə şərlədilər hamısını. Yəni, vəziyyət dəhşətli dərəcədə acınacaqlıdır. Düzdür, çox, əlbəttə. Fatimə xanım, son olaraq nə demək istəyirsiniz tamaşaçılarımıza, izləyicilərimizə? Son olaraq onu demək istəyirəm. Bəli, yenə də bilirsiniz, yenə də son olaraq onu demək istəyirəm ki, bütün bu zülmlər olsa da, yəni mən bütün ailələrə həmişə bunu tövsiyə edirəm. Yəni ki, belə deyərdim də, bu yolda bizim necə insanı bir var yenə yolunu gözləyirsən, bir var artıq biz bilirik ki, onun yolunu mən gözləmirəm. Amma mən bilirəm ki, onun məqamını, onun uca məqamda olmağını bilirəm ki, nə məqamdadır. Yəni bir dənə onu deyirəm ki, yəni insan nə olur olsun haqdan qaçmasın yenə də. Yəni biz onsuz da yenə qalibik. Zalım üzərində həmişə qələbə çalmışıq. Belə tutulsaq da belə, ölsək də belə, nə olsa da biz qalibik. Yəni biz heç vaxt qorxmuruq, çəkinmirik. Sözümüz haqqı insan necə boğa bilər? Haqqı heç kəs boğa bilməz. Yəni nə qədər olursa olsun, bizim sözümüz haqq sözdürsə, biz düz deyirik, düz danışırıqsa, bizim getdiyimiz məktəb elə bir məktəbdir ki, yəni bu məktəbə biz İmam Hüseynin məktəbini gedirik. Yəni Əhl-i-Beytin yoludur bizim yolumuz. Bu yolda da büdrəmək belə yoxdur. Nəinki qorxub arxaya dala çəkilmək. Yəni hər kəsi tövsiyə edirəm ki, möhkəm olun bu yolda. Bütün ailələrə, bütün insanlara, bütün müsəlmanlara, bilirsiniz ki, müsəlmanlara necə zülmlər olunur, bütün ölkələrdə var da, yəni bilirsiniz ki, zalimlar necə Vahabilər tərəfindən, yəni bilirsiniz ki, necə zülmlər olunur. Amma yenə də biz qalibik ona görə ki, biz İmam Hüseynin tələbələriyik, İmam Hüseynin davamçılarıyıq. Yəni biz bu məktəb qadınlara da dözüm arzulayıram, ailələrində, yəni onlar bugün bizim Zeynəbçilərimizdir. Əgər bugün hansısa qadın əziyyət çəkirsə məhbus yoldaşının yolunda, yəni yenə də məyus olmasın. Bilsin ki, Allah onun əvəzini, onun dərəcəsini, onun məqamını uca edəcək, yəni məqamımız ucadır. Biz də bu yolda başımız ucadır. Mən fəxr eləyirəm. Şəxsən mən Səbuhi Səlimoğlu bir ömür bu insanla mən 30 il həyat sürdüm. Yəni mən onun bir dənə bir səhv bir hərəkətini görmədim ki, nəinki ailəsində, nəinki qonşusunda, qohumunda, hər kəsdə örnək. Həqiqətən də mən ondan örnək verici bir, yəni onun bütün xasiyyətləri, onun bütün əməlləri örnək idi. Bəli. Hər örnəyi idi ki, insan necə olmalıdır? İnsan necə olmalıdır? Necə yaşamalıdır? Kişi kimi yaşamalıdır. Yəni bir ömür sürünməkdənsə, bir ömür kiminsə əsarəti altında qalmaqdansa, bir gün belə kişi kimi yaşamağı üstün bildi və ölüm belə olsa dedi ki, haqq haqdır. Mən haqdan heç vaxt dönmərəm.
Bu yolla da son nəfəsinə qədər də elə bu sözünü, haqq sözünü dedi. O dedi ki, mənə məhkəmədə də dedi, sadəcə olaraq mənə təsir edən nədir? Məni İrana bağlamayın, məni heç yerə bağlamayın. Mən sizi narahat eləmişəm. Hər dəfə deyirsiniz ki, sən bizə lənətlər oxumusan. Düzdür, mən haqsızlığa lənət oxumuşam. Siz zalımı oxumuşam, siz zalımsınızsa bunları özünüzə götürürsünüz. Yəni mənə 25 il iş verin. Amma kişi kimi öz adımla verin. Deyinən ki, sən bizim yerimizi dar eləmişsən. Yəni mən buyam, bu da olacam. Ölsəm də buyam, qalsam da buyam. Bax, Səbunin son sözü bu oldu. Mənə də dedi ki, sınmayın. Biz bu karvana minmişiksə, yəni sonuna qədər davam eləməyə hazırıq bu yolda. Yəni mənim də sözüm odur, hər kəsə odur ki, bizim yolumuz haqq yoludur. Heç vaxt təslim olmayın, heç vaxt sınmayın. Allah hər kəsə əcrini versin. Allah qəbul eləsin. İnşallah Qüds günü gəlir, yenə də Qüds günü Ramazanın son cüməsidir. O hər kəsin yəni vacibatdır bu gündə. Yəni hər kəs bu günü düzdür. Çox adamlar deyir ki, o gün gələndə Səbu Səlimov düşür yadımıza. Bir an belə, çünki o necə hər il çıxırdı, hər kəs heç kəs çıxmasa da 3 nəfərlə belə olsa Qüdsə çıxırdı etiraz. Yəni bu günləri o Qüds günündə unutmasın heç kəs ki, bu gün vacib bir gündür ki, hər kəs öz etirazını bildirməlidir. Təbii ki, Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bütün müsəlmanlar, sizi və bütün müsəlmanları təbrik edirəm. Allah bizləri özündən ayrı salmasın, Allah bizləri öz başına buraxmasın, haqq yolundan, ən əsaslı haqq yolundan dönməyək inşallah. Amin inşallah. Təbii ki, Qüds şəhəri müsəlmanların müqəddəs şəhəridir. Biz inanırıq ki, Qüds şəhəri də tezliklə azadlığına qovuşacaq. Həqiqi sahibləri, necə deyirlər, Qüds şəhərində öz hakimiyyətlərini quracaqlar. Müsəlmanlar təbii ki. Bundan da əlavə bir şey də qeyd etmək istəyirəm ki, bizim inancımız bizə İrandan gəlməyib. Bizim inancımız bizə Peyğəmbərdən miras qalıb. Bizim 100 illərə bağlı Azərbaycan torpağı 100 illərdir ki, müsəlmanlar yaşadığı bir torpaqdır. Biz Sovet dönəmində gizli, necə deyirlər, oxuyuruq, böylərimiz danışır. Gizli Məhərrəmlik ayını yaşadan xalq olmuşuq. Gizli məscidlərdə iştirak edib Aşuranı qeyd edən xalq olmuşuq. Yəni bu bizə İrandan transfer olunan bir din deyil, bir əqidə deyil. Bu bizim təbii kimliyimizdir. Bizim babalarımız bu kimlikdə yaşayıblar. Bizim Füzulimiz var, Şah İsmailimiz var, Nadir Şahımız var və s. Bütün ədiblərimiz hamısı Əhl-i Beyt haqqında, İmam Hüseyn haqqında şeirlər, qəzəllər, mərsiyələr yazıblar. Yəni bunu bizim kimliyimizi, dini inancımızı İranla bağlamaq. Bunlar özləri bizdən yaxşı bilirlər zaten ki. Bəli, əlbəttə, təbii ki. İrandan qalmayıb. Sadəcə olaraq şər böhtan atmaq üçün, insanları ləkələmək üçün bu metoddan. Bəli. Çox təəssüflər olsun ki, bəzi insanlar bunlara inanır. Sonunda verilişimizin sonunda bir şey də qeyd etmək istəyirəm. Xural TV hər zaman Əvəz bəydə, istər Nərdaran məhbusları olsun, istər Gəncə məhbusları olsun və digər Tərtər cinayətkarları olsun, işi olsun. Harda haqsızlıq olubsa, hansı vətəndaşımız harda haqsızlığa məruz qalıbsa, Xural TV-nin qapıları hər zaman hər kəsin üzünə açıq olub. Yəni Əvəz